Keçən cümə bu mövzu ilə bitirdik ki, Allah tanımaq, elə mən Allahı tanıyıram, içimdə bir inanc var və bunu ilə kifayətlənirəm. Bu Allah tanımaq sayılmır. Allahı tanımaq üçün Allahın zati sifətlərindən xəbərdar olmaq lazımdır. Sifət-i sübutiyyə, sifət-i səlbiyyəsini tanımaq lazımdır. Xüsusən imamın hədisi ilə ki, biz xütbəmizi danışırdıq. İmam buyurdu ki, sonda Allaha sifətlərinə hədd verməyin. Kim Allahı bir şeyin içərisində bilsə və yox bir şeyin üzərində bilsə və ya desə ki, Allah necədir, Allah hardadır, Allahın sifətlərinə hədd versə, sifətlərini zatından ayrı bilsə, Allahı vəsf etsə, şirk edib, Allahı tanımayıb. Desə ki, Allahı dərk etdim, dərk etdiyi Allah deyil, onun özünün yaratdığıdır. Allah əqli ilə tanınar, amma əqli ilə dərk olunmaz. Çünki əql ölçülüdür, məhduddur, laməhdud ölçüsü olmayanı ölçülü olan dərk edə bilməz. Amma Allah nişanələri ilə əql onu tanıyar. Allah zehnə sığmaz, fəhmə sığmaz, dərkə sığmaz. Əql onu tamlıqla idrak eləyə bilməz. Bunlar haqqında danışdıq. Və dedik ki, sonda sözümüz bu oldu. Allahı sifətlərini nisbət vermək olmaz. Deyə bilməzsən ki, Allah bundan böyükdür. Bu cür nə desən, Allaha nisbət vermiş olacaqsan. O filan şey nə qədər böyükdür? Bu qədər. Allah ondan böyükdürsə, Allaha da bir ölçü verdin sən. Allah filandan qüdrətlidir. O filan ilə Allahı müqayisə edin, nisbət verdin, ölçü verdin. Deyir, belə deyə bilməzsən. Amma indi mən bir sual çıxardıram ortalığa. Quranda da bu sözlər keçib. Buna nə cavab verək? Allah Quran-ı Kərimdə buyurur ki, Allah xeyrur razıqin. Allah ruzu verənlərin ən yaxşısıdır. Allah öz-özünə nisbət verdi ki, ruzu verənlər və öz ruzu vermək. Dedim, mən onlardan yaxşıyam. Müqayisə elədi onlarla. Əhsənül xaliqin. Yaradanların ən yaxşısıyam. Özünü yaradanlarla müqayisə verdi ki. Biz neçə həftədə danışırsan ki, olmaz, Allahı müqayisə eləmək olmaz məxluqatı ilə. Amma Allah öz-özünü müqayisə eləyir. Bəs bunun cavabı nədir? Bunun cavabı verməkdən ötürü yeni bir daha bəhs açmalıyıq biz. Yeni bir bab açmalıyıq, yeni bir bölüm açmalıyıq ki, biz ora girək, onu izah verək. Bir salavat göndərin. Allahın bir zatı sifətləri var. Bir fe'li sifətləri var. Gərək müsəlman bunları tanısın. Bilsin ki, hansı sifətlər Allahın zatı sifətləridir. Yəni zatından ayrılmaz sifətləridir. Değişilməz
değişilməz sifətləridir. Hansı sifətlər isə Allahın feili sifətləridir. Və feili sifət nə deməkdir? Bunlara gəl bilə. Ki, ifadələrində, düşüncələrində şirkə yol verməsin. Əvvələ zat-ı sifəti aşkar eləyək burada. İzah verək ki, zat-ı sifət nədir? Nəyə deyilir zat-ı sifət? Birinci, zat-ı sifət, yəni Allahın zatı, yəni özü. Özü. O. Və bu söz yadda saxla. O. O. Huva. Bəzən qısaldıra deyilə hu. Bu laf dərin oldu. Bir dənə hu. O. İndi qaydaram o nədir? Birinci zatın özüdür o zat sifətlər. Zatdan ayrı deyil. Allahın özündən, o huvadan ayrı deyil. Məsələn, qüdrət deyiriksə, o elə Allahın özüdür. Elm deyiriksə, o Allahın özüdür. Heç bir məxluqatdan aslı deyil. Məxluqatın dəyişməsiyle dəyişməz. Əzəlidir. Əzəli nə deməkdir? Sonradan yaranmayıb. Əvvəldir. Vacibəl vücuddur. Səbəblər səbəbidir. Yəni əzəlidir. Onu yaradan olmayıb. Əvvəl əzəlidir. Dəyişməzdir. Bu zat-ı sifətlərin xasiyyəti. Sayılmaz. Deyə bilməzsin ki, qüdrəti bu qədərdir, Allahın elmi bu qədərdir. Allahın elmi birincidir, ikincidir, sayılmaz bu, bölünməz bu. Nisbət verilməz başqa məxluqat ilə. Müqayisə olunmaz, bu zat-ı sifətin xüsusiyyətləridir. İndi hansılardır? Birincisi vücud. Vücud, yəni varlıq. Allah'a deyir, Allah'a səni and verirəm varlığına. Yəni özvə. Yəni onun zatı, yəni özü, vücudi. Hər kəs deyir, Allahın zatına əl atsa, kafir kimi çıxar. Hər kəs Allah'ı tanımaq üçün hardadır deyə yola çıxsa, getdikcə uzaqlaşar. Getdikcə azar. Allahın varlığı. Nədir Allahın varlığı? Bilmirik. Bilmirik. O varlıq ki, səbəblər səbəbidir. Bütün varlığın səbəbi odur. Onun səbəbi yoxdur. Deyiblər, vacibəl vücud. Varlığı özündən aslı olan, varlığı başqalarından aslı olmayan bir varlıq. Yəni bayaq dediyim kimi, huva. O. O bilirsiniz nə deməkdir, nə şirin sözdür. Ariflərin zikridir ya huva. Yahu, 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 yahu. Hətta bəzən deyiblər, ismi əzəmdir. La huva illa huva. Ondan başqa heç nə yoxdur. O. Allah bu deyilənlər yox. Həqiqəti nədir? Vücud odur. Həqiqəti nədir Allah'ın? Allah səni and verir öz həqiqətinə. Bax. Öz həqiqətinə. Ki özünü özündən başqa heç kəs tanımır. Bax o. Huva yəni o. O. Özünü də tanıdanda İxlas surəsində necə buyurur? Qul huvallahu əhəd. De o Allah əhəddir. O Allah. Yəni o bu fəhimlərdən, zehinlərdən, idrakımızdan yuxarı olan bir varlıq. Sən bir dənə Allah bütün aləmlərin
Allah'ıdır, Rəbbidir, aləmlər nə qədər, nə böylüyündə, kosmos nə böylüyündə. Biz heç bədəndə hüceydə kimi deyilik kosmosun içərisində, bu kainatın içərisində. Hə? Hüceydə qədər, bəlkə yer kürəmiz də hüceydə boyda deyil. Sən Allah'ı necə deyək ki, ancaq deyərsən o, heyran ola bilərsən, ancaq nişanələrini görüb heyran ola bilərsən Allah'a, heyrətə düşə bilərsən. Qul huvallahu əhəddə vallah əhəddə. O, yəni vücudu. İkinci sifəti qədimlidir. Allah qədimdir, Allah əzəlidir. Başlanğıcı yoxdur Allah'ın. Bu söz deyilməz ki, hər şeyi Allah yaradı. Allah'ı kim yaradı? Bu söz deyilməz. Çünki qədimdir, çünki əzəlidir. Əgər desən ki, Allah'ı kim yaradıb, tutağın biri cavab desə ki, filan kəs yaradıb, onda bu Allah deyil, o da Allah. Desən onu da kimsə yaradıb, demə o da Allah, bu deyil Allah. Hə? Və bu davam silsilə gedə bilməz. Məntiq və fəlsəfədə bu batildir. Maddəçilər tərəfindən də, ilahiyyatçılar tərəfindən də bu fikir batildir ki, silsilə gedə bilməz, sonsuzluq deyil. Bir mütləq bir nöqtə olmalıdır ki, buradan başlasın. O da qədim və əzəli olan Allahdır, səbəblər səbəbi. Və o Allah əzəlidir, qədimdir, zamana tabe deyil. Zamanın ölçüləri ilə getmir. Zamanı xəlq edib, zamanın fövqündədir, zamanı idarə edir. Allah üçün dünən, bugün, sabah məhfumu yoxdur. Allah dünənin də alimidir, sabahın da alimidir. Əvvəlül əvvəl, axirəl axir. Quran-ı Kərim buyurur, Hədis surəsi Huvel əvvəl vəl axir. Əvvəl də odur, axir də odur. Yəni Allah əzəlidir. Üçüncü bəqa. Bəqa, yəni bir fəna var. Bir şeyin yoxa çıxması fəna oldu, yox oldu. Bir bəqa var, yəni daim qalıcı, axir. Daim qalıcı. Allah üçün son yoxdur. Yoxluq Allah üçün yoxdur. Rəhman surəsində buyurur, Kullu mən aleyhə fən və yəbqa vəchu rabbikə zülcəlali vəl ikram. Kullu mən aleyhə fən. Hər nə var fan olacaq. Və yəbqa, baqi qalacaq. Sənin Rəbbinin zatı baqi qalacaq. Hər şey fan olacaq. Hər şey. Amma Allah qalıcıdır. Allahın faniliyi yoxdur. Onu dilə bəqa sifətidir. Allahın bəqa sifətidir. Vəhdaniyə. Dördüncü. Necə anlaq vəhdaniyə? Vahid, vəhdə. Vəhdəhu la şərikə ləh. Allah vahiddir, onun şəriki yoxdur. Şəriki olmayan, misli olmayan, bənzəri olmayan zat Allah'dır. Bir deyə bilmərik, çünki birdən sonra iki var. Tek deyə bilmərik, tekdən sonra cüt var. Allah əhəddir. Allah əhəddir. Əhəd o kəsdir ki, وَلَمْ يَكُنْ لَهُ كُفُوًا əhəd, onun tayı bənzəri, misli, oxşarı yoxdur. Yoxdur. Əhəd buna deyərlər. Peyğəmbər dedi ki, bir kəs oxşarı, bənzəri olmayan bir şeyə etiqad eləsə, o küfrdən çıxır. Hər bir şeyin ya formaca, ya tərkibcə,
ya zatca, ya varlıqca, ya xasiyyətcə bir oxşarı var. Allahın zatı o pak-ı müqəddəsdir ki, وَلَمْ يَكُنْ لَهُ كُفْوًا أَحَدٍ لَيْسَ كَمِثْلِهِ şey, onun misli kimi bir şey yoxdur. Elə bir pak zatdır və şəriki qəti yoxdur. Bak Enbiya suresinde buyurur, لَوْ كَانَ ف۪يهِمَا آلِهَةٌ اِلَّا اللّٰهِ فَسَدَتَا لَفَسَدَتَا Eğer yerde ve göylerde Allah'tan başka birisi Allah olsaydı fesad olardı. Nizam pozlardı. Her şey aradan gedirerdi, dağlardı. Bütün ki kainatda her şeyin nizamla getdiyini biz görürük. Allah deyir, bunun əlaməti odur ki, bu aləmin yeganə idarə edisi Rəbbi var, Rəbbi, yeganə Allahı var, yeganə məbudu var. Bu təbii məsələdir də. Bir ölkədə ki, padişah olsa, ölkənin vəziyyəti necə olar? Hə? Doğular da. Biri deyəcək elə, biri deyəcək eləmək. Biri deyəcək, mən bu naziri qoyuram, orada deyəcək, mən çıxardıram. Ne oldu ki? Bize baha sat, o bize de ucuz sat. Bu mümkün değil. Allah bu iki ilah olsaydı, alem dağlardı, fesad olardı. Beşincisi kudret. Bunu keçən dəfə dedik. Allah qadirdir, mənası bu deyil, Allah qüdrətlənib. Qüdrətli olub. Allah zatdan qüdrətdir. Zatından qüdrətdir. Əzəlidən qüdrətdir. Qüdrətli olmayıb. Bəlkə Allahın özü qüdrətdir. Bir var qüdrətli. Birinə güc, qüvvət verərsən, onlar nə? İmkan verərsən, şərait verərsən, vəzifə verərsən. Onlar nə? Qüdrətli. O qüdrətlidən qüdrəti də almaq nədir? Mümkündür. Allah qüdrətli deyil, qüdrətdir. Zatı qüdrətdir ona. Və buyurur, İnnəllah alə kulli şeyin qadir. Həqiqətən Allah hər bir şeyə qadirdir. Acizlik Allahdan uzaqdır. Acizlik Allahdan uzaq bir sifətdir. Altıncı elm. Elm. Deyir, Allah alimdir. Yenə də alim bu deyil ki, Allah nəuzubillah cahilidə alim oldu. Alimdirsə sabah elm ondan almaq olar, elm azalar. Yox, Allah alimdir bu mənada ki, onun özü elmdir. Zatı elmdir. Necə, elmi necə nədir? Hər cür. Gizlini də bilir, aşkarı da bilir, keçmişi də bilir, gələcəyi də bilir. Bütün məxluqatın, bizim yox, bütün məxluqatın işlərini bilir. Bilməsə Allah olmaz. Bilməyən Allah olmaz. Hər bir şey bilir və buyurur öz haqqıda Quran-ı Kərimdə və ənəllaha qəd əhada bi kulli şeyin ilma və Allahın həqiqətən Allahın elmi hər şeyi əhatə eləyib. Yəni, nə qədər varlıq aləmi var, maddiyyət, cismaniyyət, mücərrəd cisimlər, fərqi yoxdur da. Bunların hamısını Allahın elmi əhatə edib. Bir zərrə belə Allahın elmindən kənarda deyil. Bunlar gözəl sözlərdir. İnsana etiqad eləsə ki, mən hər bir halımla Allahın elmindəyəm. Allah mənə görür. Allah mənə eşidir. Hər bir halımla görür məni. Sıxıntı çəkirəm, o da görür. Şad olurum, o da görür. Şükr edirəm, o da görür. Hər bir halımla Allah məndən xəbərdardır. Yedincisi, Əl-Əhya, yəni Allah həydir, həy sifəti. Allah diridir və dirliyi yaradandır.
Allah haydi, həyatı yaradandır. Allaha canlı deyə bilməzsən. Çünki canlıya can verən var və canı alacaq. Allah isə can verəndir. Həyatın özü Allahdır. Dirliyin özü Allahdır. Allahın özü həyatdır. Əgər bu həyləri, həyatı görürsənsə, Xaliq mütləq nədir? Allah mütləq nədir? Həydir. Həy yəni diri. Ən böyük ayə hansıdır? Ayətəl Kürsi. La ilahe illa huval hayyul qayyum. Əzəmət buradadır ya. La ilahe illa huval. Bir orada da hu var ha. Ondan başka ilah yoktur. Ondan başka ilah yoktur. Hayyul qayyum. Dirlik ondadır. Dirlik olduğu için hayatta dirlik var. Hayat mənbəyi Allah'dır, hayat var. Allah her zaman diridir. Gani 8. qoyduya. Yani ehtiyatsız. Allah bir zatı pakdır ki onun heç kimə, heç nəyə ehtiyacı yoxdur. Her bir zatın, her bir varlığın, her bir mümkünel vücudun ona ehtiyacı var. Canlı ve cansız fərqi yoxdur. Ehtiyacı var. Allah'ın heç nəyə, heç kəsə ehtiyacı yoxdur. Buna da deyərlər Allahu Saməd. Allahu Saməd nədir? Allah'ın heç kəsə ehtiyacı yoxdur. Bizim ona ehtiyacımız var. Və Quran buyurur: Vallahul ganiy və entumul fuqara. Deyir Allah qənidir. Siz isə füqara. Yani Allah ehtiyatsızdır. Siz ise mühtaçsız. Her birimizin Allah'a ihtiyacı var. Ne de ihtiyacım var Allah'a? Nefes mi almaqda belə? Gözüm açmaqda belə? Görməyimdə belə? Her bir varlığımda Allah'a mühtaç qulam. Her bir varlığımla, her bir halımla Allah'a mühtacam. Kimler tuğyan elədi yer üzərində? Quran buyurur ki, o kəslər tuğyan etdilər ki, özlərini Allah'tan ehtiyatsız bildiler. Allah onları bıraxdı. Tuğyanlarını böyütdü, elə bir halda gətirdi ki, bəzən nəfəs almağa ehtiyacları oldu. Bunu ilə gəzdilər. Yeməklər onlara qadağan olundu. Baxdılar onların dövlətin içərisində, amma yeyə bilmədilər. Uzanmaq bəzilərinə qadağan olundu. Uzananda çevrilmək onlara qadağan olundu. Əlləri ilə yeməkləri, ağızlarını qoymaq belə onlara qadağan olundu. Niyə? Özlərini Allah'tan ehtiyatsız bilirdilər. Mən nə dua eləyim, nə ehtiyac var mən dua eləməyə? Sağlamlıq var, həkimə getməyə pul var, yemək var, içmək var, sözü var, başını qalxırsan da onda adam bəli deyir. Olmaz ki. Bu tək varlılara aid deyil, bəzən tuğyankar kasıblar var, ondan da bətərdilər. Adam ona yanır bəzən. Bunun heç olmasa bir bəhanəsi var. Adam o kasıb var, bildin necə? Allah'a qarşı dik başlıq eləyir. Adam baxır, deyirsin, Allah'a ekber. Nə gün və? Sən nə gün və? Onun bəhanəsi var. Əl-Qayyum. Allah nədir? Qayyumdur. Bütün varlıq Allah'ın varlığı ilə mövcuddur, bərqərardır. Görərsən bir misal, qayyumu bir misal çəkim özümüzün başa düşdüyümüz bir şeydə. Görərsən bir nəfər var, onu götürərlər nəyə? Uşağı. Qayyumluğa ki, bütün onun ehtiyaclarını ödəsin. Allah qayyumdur. Qayyum qiyam. Namazda duruğa qiyam.
Bizim qiyamımız ondan aslıdır. O nəzərini çəksə biz yox. Hayyul qayyum deyir ya. Allah həyatın mənbəyidir və bizim varlığımızı bünövrəsidir. Bütün bu hər kəsin, hər şeyin, bütün mümkün əl-vücudun varlığı ona söykənib. Nəzərini çəksə o varlığın üzərindən yoxdur varlıq. Sən bir dənə gözünü yum. Siz yumun elə, yumun. Bir dənə şəhər təsəvvür elə burada. Hə, maşınlar gedir, binalar. İndi baxın müəllimə. Nə oldu onlar? Getdi. Allah bir dənə nəzərini çəksə, nəzərini, hər şey yox olar. Külli aləm yox olar. Odur ki, bu la ilahə illa huval hayyul qayyum. Bütün dirilik Allah'tandır, bütün varlıqlar Allah'a. Neyim, dalını deyim, hacı mı? Yaxşıdır. Deyim dalını, yoxsa qaçaqlayım gələn dəfəyə. Gələcəksiniz gələn dəfə olmaz. Hə? Sağlıq olsun, salavat zikr eləyək. Bu dediklərim yadınızda saxlayın, Allahın zatı sifətidir. Bu sifətlər Allahdan ayrı deyil. Bu sifətlər ayrı-ayrılıqda deyil, ha, mən 9 dana saydım, ha, elə deyil. Elə bunların hamısı bir yerdə Allahdır. Nəinki qüdrət ayrı, elm ayrı, vaxt, bunlar hamısı Allahdır. Bir də Allahın feyli sifətləri var. Feyli sifətləri. Ki, onlar haqqında inşallah gəlsəz, gələn dəfə danışarıq. Gələn olmasa da dinləyərdi bu. Baxar. Peyğəmbər və ali Peyğəmbərə salavat zikr elə.